Buradan salam, hörmətli izləyicilər. Qeyd edeyim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi Mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərin bizə Göyçayın Xəlifli kəndindən, Çərə kəndindən müraciət olunmuşdu vətəndaşlar tərəfindən, bir neçə vətəndaş tərəfindən. Biz hal-hazırda gördüyünüz kimi Göyçay Ucar yolunun üzərində yerləşən Xəlifli kənd ərazisindəyik. Göyçayın Xəlifli kənd ərazisindəyik və bu kəndin ərazisində yerləşən avtobus dayanacağı var burada. Çəkin, xahiş edirəm. Bax, gördüyünüz kimi bu avtobus dayanacağı əvvəllər çox gözəl bir vəziyyətdə olmuşdu. Lakin bəzi vətəndaşların səhlənkarlığı nəticəsində buranın, bölünün bu tutulması, şüşələr sındırılmışdı və bir bərbad vəziyyətdədir. Və vətəndaşların da müraciəti odur ki, xahiş edirlər ki, adi qurumlardan bu dayanacağın kənarlar tutulsun ki, küləkli havalarda, yağışlı havalarda burada oturmaq çox çətindir. Yəni insanlar bura çox gəlir, avtobus gözləyirlər. Bilirsiniz ki, Göyçay Ucar yolunda işləyən marşrutlar var ki, hansı ki, həmin vətəndaşlar gəlib burada marşrutlar gözləyirlər və buradan da Göyçay və Ucara gedirlər. Ona görə də biz dəfələrlə belə məsələlərlə barədə müraciət etmişik adəti qurumlara. Çox sağ olsunlar ki, dərhalda məsələ həllini tapmışdır və biz bir daha buradan ictimai olaraq xahiş edirik ki, bu işdə bu insanlara köməklik göstərilsin. Bu dayanacağın kənarları tutulsun ki, insanlar burada rahat otursunlar, əyləşsinlər və ictimai nəqliyyatı gözləsinlər. Və burada gördüyünüz kimi həmin kənd ərazisində olan vətəndaşlar var, onların da xahişi var. Yaxınlaşın, xahiş edin, bəri. Özü təqdim edin. Məmmədov Valih Eyüboğlu, xahiş edirik sizdən bu avtobus dayanacağını bərpa eləyəsiniz. Çünki qadınlar çıxır, küləyi olur, yağışı olur. Ona görə dayanmaq mümkündür. Xahiş edirik, aidiyyəti qurumlardan bura bir nəzarət eləsinlər. Bəli, bax gördüyünüz kimi biz gəldik, çəkdik və biz də xahiş edirik ki, bütün vətəndaşlardan. Yəni bu dövlətin bizim üçün qoyduğu əmlakdır. Çox əvvəli buranı mən görmüşdüm. Çox gözəl şəraiti vardı bu dayanacağın. Lakin bəzi vətəndaş səhlənkarlıq nəticəsində sındırılıb, dağıdılıb və vətəndaşa xahiş edir ki, bura yenidən bərpa olunsun, düzəlsin və buranın təmizliyini də sonra hər bir şəraitini insanlar özləri gözləyəcək, təmin edəcəklər. Ona görə də inşallah ki, düşünürəm ki, adəti qurumlar bu məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər və bu dayanacaq öz həllini tapacaq. Yəni buranın bölünün çəpərlənməsi, tutulması və yenə qeyd edirəm ki, Xəlifli kənd ərazisində yerləşir və Göyçayın Çərəkə kəndidir bura, Çərəkə kəndidir və oradan gələn vətəndaşlar bu dayanacaqda gözləyirlər ictimai nəqliyyatı və buradan əyləşib həm Ucar rayonuna, həm Göyçay rayonuna gedirlər. Düşünürəm ki, bu məsələ tezliklə öz həllini tapar, biz də gəlib çəkib öz təşəkkürümüzü həmin adli qurumlara bildirərik. Diqqət üçün minnətdarım.